الرحمن الرحيم إن نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وبارك على محمد وعلى آل محمد كما باركت على İbrahim fil alemin inneke hamidun mecid. Değerli kardeşler, kitabımızda Peygamber sallallahu aleyhi ve sellemin sahih sirasıdır. Bugünkü mevzu ve evvelki mevzu sanki birbirine oxşar mevzulardır. Mevzu ondan ibarətdir ki, vəhyin şeytanlardan qorunması. Vəhyin şeytandan qorunması və Qur'anın toxunulmamazlığı. Bildiyimiz kimi, başqa ümmətlərdə, başqa peyğəmbərlər, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm, əvvəlki peyğəmbərlər aleyküm salam, daha çox kahinlik, sehirlər daha çox dəbdə olub. Aydındır. Onu saxla sonra verəsin. Daha çox gündəmdə olub. Daha sehirbazlıq daha çox olub. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin peyğəmbərlik verilməzdən öncə yəni o kahinlərə, cinlərin, şeytanların xəbər gətirməsi daha çox yayğın idi. Aydındır. Lakin Allah subhanahu wa ta'alanın rəhməti və mərhəməti sayəsində peyğəmbərlik verildikdə və Qur'an nazil olmağa başladıqdan bəri artıq şeytanlar əvvəlki kimi öz təyin etdiyi oturacaqlarda Allah subhanahu wa ta'alanın mələklər üçün bildirdiyi danışdıqlarını artıq qulaq asmaq üçün dinləmək çəkildikdə onlar artıq oradan qovulmağa başladılar. Burada ilk öncə bu onlarda bir səs-küyə səbəb oldu ki, nədən? Çünki əvvəl biz bunu dinləyirdik. İndi nə oldu? Artıq bizlər bundan uzaqlaşdırırıq. Aydındır. Çünki bu da həmçinin dediyimiz kimi vəhiy nazil olmağa başladıqda artıq şeytanlar və cinlər mələklərin danışıqlarına qulaq asmağa qadağan olundular. Bu da Allah Taala'nın bizlərə olan bir rəhmətindəndir. Həmçində kitabda buyurdu: "Fəkana min rahmetillahi və fadlihi və lutfi bi xalqi an hacabahum anis-sema." Həmçində buradakı həm Allah Taala'nın insanlara fəzlindəndir, rəhmətindəndir ki, göyə onların orada danışıqları qulaq asmaq üçün gedən cinlər və yaxud da ki, şeytanları Allah Taala onlardan, yəni müsəlmanları onlardan qorudu. Ümumiyyətlə insanları onlardan qorudu. Necə ki Allah subhanahu wa ta'ala onlar barəsində xəbər verir ki, cinlər barəsində xəbər verir. Onlar danışırlar bunlar. Aydındır. Çünki onlar əvvəl buna rahat qulaq asırdılar. Artıq görürlər ki, olmur da nəsə qeyri-adi bir şey var. Artıqla başlayır bunu dilə gətirmək. Deyir ki, وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلْئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا. Aydındır. Deyir ki, biz əvvələ səmaya qalxdıqda, biz artıq bundan sonra biz səmaya qalxdıqda oranın sərt gözətçiləri ilə rastlaşdıq. Aydındır. Və oradan bizlərə yandırıb yaxan alovların atıldığını biz artıq şahid olduq. وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ. Lakin bundan öncə biz orada müəyyən şeyləri dinləmək üçün müəyyən bir yerlərdə dayanacaqları dinləyərdik mələkləri. فَمَنْ يَسْتَمِعِ الْآنِ. Artıq amma ki indidən sonra kim orada dinləmək üçün qalxarsa onu təqib edən, yandırıb yaxan bir axıb gedən bir ulduz, bir ocaq onu təqib edərdi. Bu artıq peyğəmbərlik verilib və Qur'an nazil olmağa başladıqdan sonra olan hallardır. Aydındır. Bunu da Cin surəsində Allah subhanahu ve ta'ala bizlərə bildirdi. وَأَنَّا لَا نَدْرِ ayətin arxasında وَأَنَّا لَا نَدْرِ اَشَرٌ اُرُيدَ بِمَنْ فِي الْأَرْضِ اَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشِدًا. Biz bilmirik bununla yer üzərindəkilər xeyir mi istənilir və yaxud da ki Rəbbi onları bununla doğru yola yönəldir.
deyə Allah Subhanahu va Taala bizə cin surəsində bundan xəbər verir. Bu elə bu cinlərin əhvalatı idi. Və həmçində Allah Taala buyurur ki, Quran barəsində dedi, mövzumuz ondan ibarətdir ki, vəhiy şeytanlardan qorxun. Bunların yəni bu cinlər olsun, isə şeytanlar olsun, onların artıq onları qalxıb göy səmasındakı hadisələri danışması, qulaq asmasına mane olması, bu həmçinin Quranın qorunması idi. Aydın Quranın qorunması idi. Allah Teala buyurur ki: "Və mə tənəzzəl bihi şeyatin və mə yenbəği lehum." Quran Qur'anı şeytanlar indirməmişdir. Və mə yenbəği leh. Bu yəni buna da layiq ola bilməzlər. Və mə yestati'un və yaxud təkinə də buna qadir ola bilməzlər Quranın şeytanların nazil olmasına. İnnehum anis-sem'i lema'zulun. Çünki onlar vəhiy qulaq asmaqdan artıq kənarlaşdırırlar. Onlar artıq vəhiy qulaq asmağa kənarlaşdırırlar. Yəni bunların açıqlayacaq nə üçün bunlar dinləyərdilər, nələri dinləyərdilər. Bu da İbn Abbasdan gələn bir rivayətdə deyilir ki: "Kânel cinnu yes'adûne ile's-semâ yestemi'ûnel vahiy." Vahiy deyilir hər bir peyğəmbəri və hər bir mələklərin Allah Taala'nın onlara vəhiy etdiyi bir sözdür. Əvvəllər cinlər vəhiyə qulaq asmaq üçün səmaya yüksələrdilər. Onlar oradan bir söz eşitdikdə, yəni olacaq hadisələrdən və ya hər hansı bir söz eşitdikdə ona 9'unu da əlavə edərdilər. Fəəmməl kəlmətə, onların danışdığı bir söz haqq olardı, lakin üzərinə əlavə etdiyi sözlər isə batil, yalan olardı. Fələmmə bu'isə'n-nəbiyyə sallallahu aleyhi və səlləm mənə'u məqa'idəhum. Artıq Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm risaləsi ilə gəldikdə onların oturacaqları, dayanacaqları artıq onlardan götürüldü. Fədəkəru zəlikəl iblis. İblis bunların başçısıdır da. Təsəvvür edin. İblis bunların başçısıdır. Artıq onların yerləri, onlar bütün xəbərləri ilk iblisə çatdırarlar və onlar da sonra da onun təlimatı ilə başqa-başqa kahinlərə ötürərdilər. Bunlar onların dayanacaqlarından qadağan uzaqlaşdırıldıqda bunu iblisə çatdırırlar. Bu xəbər iblisə çatdırırlar ki, artıq biz qulaq asa bilmirik. Bizə qadağan var. وَلَمْ تَكُنْ نُجُومُ يَوْمَ بِهَا قَبْلَ ذَلِكَ وَلَمْ تَكُنْ نُجُومُ يُرْمَى بِهَا قَبْلَ ذَلِكَ فَقَالَ لَهُمْ İblis. Bundan önce ulduzlar atılmaz idi. Bundan önce olay yığıştırdı Abdülkadir. Bundan önce ulduzlar onlara atılmaz idi. Aydındır. Bu atılmaz. Artıq bu yeni bir hadisə baş verib və bunu iblisə deyirlər. Və hədəl əmr qad hədəsə fil ard. Və iblis bunlara deyir ki, bu artıq bu hal onlar üçün yeni bir hal olduğundan iblis deyir ki, artıq yer üzərində nəsə yeni bir hadisə baş vermişdir. Bunu axtarıb araşdırmaq lazım. Nədəndir? Bunun səbəbi nədir? Aydındır. Fəbə'əsə cunudah. Bundan sonra iblis öz əskərlərini yer üzərinə səpələyir. Gedin, axtarın, nədir bunun səbəbi ki, siz artıq oraya qulaq asa bilmirsiniz vəhiyyə. Fəvəcədu Rasulullah sallallahu aleyhi və sələm qaimən yusalli beynə cəbələyni fəətəvhu fəəxbəruhu. Və onlar da Peyğəmbər sallallahu aleyhi və səlləmin iki dağın arasında namaz qılarkən görürlər. Və qayıdıb onları öz böyüklərinə xəbər verirlər. Fəqalə hədəl əmrlə hədəsə fil ard. Elə bu bizim axtardığımız, yəni yer üzərində baş verən hadisə bu hadisə idi. Aydındır. Bu rivayəti də gətirməkdədir. Başqa bir rivayətdə həmçində İbn Abbasdan gəlir ki, İntalaqa Rasulullah sallallahu aleyhi və səlləm və ashabuhu amidinə ilə suq Ukkaz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz sahabələri ilə bərabər Ukkaz bazarına yol aldılar. Həmənki bazara getdilər. Ukkaz bazarın adıdır. Və qad hilə beynə şeyatini və beynə xəbəris səmə. Bu dönəmlərdə artıq şeytanlar göyə qalxıb oradakı xəbərləri dinləyə bilmirdilər. Artıq o dönəmlər başlamışdı. Və ursit aleyhim şuhub. Onlara artıq yandırıb yaxan daş olavları atılmağa başlamışdı. Fərrəcəədə şeyatini ilə qavmihim fəqalu mə ləkum.
şeyətə bu rivayət başqa rivayətdir. Aydındır, başqa rivayət öncəki rivayətə oxşarsa bu bəs fərqli rivayətdir. Şeytanlar artıq qulaq asa bilmədikdən dolayı öz qövmünə qayıtaraqdan deyirlər, qayıtdıqda qövmü də nə olub, nə üçün gəlmisiniz? Qalu hilə beynə və beynə xəbər-i səmə. Bizlə göydən xəbər almaq arasında bir maniyə var. Artıq biz onu dinləyə bilmirik. Və urset aleynə şuhub. Bu az kimi əlavə üzərimizə yandırıb yaxan alovlar atılmağa başladı. Fəqalu mə zəlik illə min şeyin hədəs. Bu artıq yer üzərində yeni bir şeyin olduğundan bəhs edilir. Fədarabu məşariqəl ardi və məğaribə. Artıq bununla onlar bütün yer üzünün məşriqini və məğribini də seyr etməyə başlayırlar. فَنَظَرُوا مَاذَا الَّذِي حَلَ بَيْنَ وَبَيْنَ خَبَرِ السَّمَاءِ فَانْطَلَقُوا يَضْرِبُونَ مَشَارِقَ الْأَرْضِ وَمَغَارِبَهَا. Yəni yer üzərində yayılırlar, baxarsan görürsən yeni nə var ki, hətta bu səbəbin əsas mahiyyətinə var. فَمَرَّ النَّفَرُ الَّذِي Artıq bu səbəb burada aydın olur bizə. Artıq bunun cinlər artıq və ya şeytanlar bu xəbəri artıq təhkidən bilirlər ki, bu nəyə görəymiş. فمر النفر الذي أخذ نحو تهامة وهو بنخل عامدين إلى سوق عكاز. Tehame deyən bir bölgəyə gedən bir cin dəstəsi olur. Peyğəmbərimiz də nəxlə deyən, yəni xurmalıq, yəni xurma bağları olan yerə o yerdə idi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Həmçində həmin o cinlər oraya suq ukkaz deyən yerə, onların məqsədi ora getmək idi. Cinlərin məqsədi ilə suq ukkaz olan yerə getmək idi. Elə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabələrlə bərabər o tərəflərdə idi. Aydındır. Və huve yusir bi ashab salatul fəcr. Bu da düz sübh namazının vaxtına təsadüf edir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm artıq cinlər bura gəldikdə sübh namazı qılmaqda idi. فَلَمَّا سَمِعُوا الْقُرْآنَ اسْتَمَعُوا لَهُ. Peyğəmbərimiz namazda Quran oxumağa başladıqda onu dinləməyə başlayırlar. فَقَالُوا artıq xəbərdən agah olurlar. Deyirlər ki, hədəl-ləzi halə beyni və beynə səməl. Elə bizimlə göy səması arasındakı xəbərlərə mani olan elə buymuş. Artıq elə buymuş ki, bizi artıq oradan qovulmaq səbəb olan elə bu Qur'an imiş. Fəracu ilə qavmin fəqalu. Artıq cinlər qayıtırlar öz qövmlərinə. Və yaxud da şeytanlar, və yaxud da cinlər. Deyirlər, ya qavmənə, ey qövmümüz, innə səmi'nə Qur'anən əcəbə. Biz heyrətamiz bir Qur'an dinlədik. Yəhdi ilə rüşə fəəmənnə bihi və lən nüşrikə bi Rabbinə əhədə. O insanları doğru yola yönəldər. Biz ona iman gətirdik və biz heç bir şeyi Rəbbimizə şərik qoşmayaraqdan ilk ayəni eşitdikdə bundan iman gətirirlər. Fəəvhəllahu ilə nəbihi sallallahu aleyhi və səlləm. Bu zaman Allah Teala Peyğəmbərinə bu ayələr vəhy edir. Qul uhi iləyyə ənəhu istəmə' nəfərun minəl cinni fəqalu innə səmi'nə Qur'anən əcəbə. De, mənə vəhy olundu ki, bu xəbər artıq Peyğəmbər fərz elə cinlər gedib öz qövmünə iman gətirmələrini və Qur'anın insanları doğru yola yönətməyini bildirdikdə artıq Allah Teala onların xəbərini Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə bildirir. Deyir ki, burada mənə vəhy olundu ki, cinlərdən bir dəstə Qur'anı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər ki, həqiqətən biz heyrətamiz bir Qur'an dinlədik. Yəhdi ilə rüşdi fəəmənnə bih. وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا. O insanları o doğru yola yönəldər. Biz ona iman gətirdik və bundan sonra Rəbbimizə heç nəyə şərik qoşmayacaq. Aydındır. Bu başqa bir rivayət. Yeni bir rivayət. Əxracahu fi sahihayni Buxari və Müslimdən keçən rivayətdə Rava Əbu Bəkr İbn Əbi Şeybədə anhu qala, yəni bu İbn Abbasdan gələn rivayət həmçinin İnnehu lem tekun qabiletun minel cin illa ve lehum maq'idus sem'. Elə bir cin tayfası yox idi ki, onların göydə mələkləri dinləmək üçün təyin etmiş olduqları yerlər, dayanacaqlar olmuş olmasın. Fə izə nəzələl vəhi vəhi nazil olduqda mələklər onları bərk qayaların üzərinə atılan dəmirlərin çıxartdığı səslər kimi bir səslə onu eşidərdilər. Və bu səsi eşitdikdə mələklər
səcdəyə qapanardılar. Artıq vəhiy nazil olub bitənə qədər onlar başlarını qaldırmaz idilər. Artıq nazil olduqda فَقَالَ بَعْدُهُمْ لِبَعْدِ Mələklər bir-birinə deyərlər. مَاذَا قَالَ رَبُّكُمْ Sizin Rəbbiniz nə söylədi? فَإِذَا كَانَ مِمَّا يَكُنُ فِي السَّمَاءِ فَإِنْ كَانَ مِمَّنْ يَكُنُ فِي السَّمَاءِ Qalul onlardan ki göy səmasında olan kimsələr olsaydı deyərdi ki qalul haqq və huvel aliyyuk Rəbbimiz haqq söylədi və o ucadır, böyükdür. Fə izə kana mimma yakunu fil ard min emril gayb ev'l maut ev şey'in mimma yakunu fil ard tekallamu bihi faqalu yakun kaza və kaza. Yəni göy səmasıyla, yəni göydə olacaq hadisələr olsaydı deyərdi ki filan hadisələr və yaxud da ki yerdə baş verəcək hadisələr Allah Taala'nın o vəhy etməsi ki yerdə filan hadisələr və yaxud da ki qeyb əlamətləri və yaxud da kiminsə ölməsi və yaxud da ki başqa sözlər olsa danışardılar. Fəqal yakunu kaza və kaza. Və bunu da o mələk Allahın onlara danışmasını və ya mələklərin də Allah Taala'dan eşitdikdən sonra bir-birinə danışmasını şeytanlar dinləyərdilər, eşidərdilər. Bundan sonra fəyenzir bihi əvliyəhi. Bundan sonra şeytanların öz insanlardan təyin etmiş olduqları vəlilərinə, yəni öz kahinlərinə nazil olaraqdan Allah Taala'nın o qeybindən danışdıqları qeyblərdən və ya da yer üzərində kimsə ölməsi və hansısa bir hadisələrdən öz kahinlərə xəbər verərlər də onlar üzərinə birin üstünə 5 qoyub yer üzərində insanlara danışardılar. Fələmmə bu'sə Nəbi sallallahu aleyhi və səlləm duhilu bin nucum. Artıq Peyğəmbərimiz sallallahu aleyhi və səlləm risalətlə göndərildikdə şeytanlar və cinlərə ulduzlardan yandırıb yaxan alovlar, daşlar atılmağa başladı. Fəkən əvvəlu mən əlmə bihi səqif. Bunu da ilk bilən yer üzərində bilən kahinlərdən və yaxud da ki o yer üzərində bilən insanlardan Səqif qəbiləsi idi. Onların da çoxlu mal-qarası var idi. Qoyun, quzu və dəvələri. Artıq onlar da yer üzərində olan şeytanların xəbər gətirib bu kimsələr artıq onu o yandırıb yaxan alovlardan xəbər tutublar. Bunlar da böyük mal sahibləri, mal-qara sahibləri idi. Fədəfə kulli yevmi şətin. Onlar hər gün üçün bir qurban kəsərdilər, bir qoyun kəsərdilər. Yəni, qoyun sahibləri qoyun kəsərdi, dəvə sahibləri isə dəvə kəsərdilər. Fəəsrə nasu fi əmvalihim. Fəqalı ba'dum li ba'd. La təf'alu. İnsanlar bir-birinə danışmağa başladı ki, belə etməyin. Yəni, hər gün bir qoyuna bu ulduzların atılmasına uyaraqdan hər günü bir qoyun kəsməyin. Əgər baxın deyir, İnsanlar o həmən ki o atılan ulduzlar insanların harasa getmək üçün təyin olunmuş yol tutduqları ulduzlar isə bu artıq bilin ki bu da artıq qiyamətdir, dünyanın sonudur. Əgər o həmən ki insanların yol tutmaq üçün təyin etdiyi ulduzlar deyilsə heyvan kəsməyi kəsin. Yəni artıq kəsmən heyvanlar. Onlar qayıtıb ulduzlara baxdıqda görürlər ki, yəni o insanların təyin etdiyi o yol tutmaq üçün təyin olmuş ulduzlar deyil, onlar öz yerlərindədir. Adi lakin şeytanlara atılan daşlar fərqlidir. Və siz də belə diqqət etirsəz, ulduz sürüşməsi və də ulduz atması görürsünüz. Lakin o daimi qalan ulduzlar deyil. Fərqli ulduzlar da atılan. Aydındır. Bu İslami görüşdür bu. Bu Allah Taala'nın xəbər verdiyi və İslam tərəfindən qəbul olan ulduz atılması və bu İslami görüşdür. Lakin müxaliflər başqa qeyri-İslam bunu başqa adlarla vəsifləndirirlər. Aydındır. Artıq bu həmin Səqif qəbiləsi artıq bildikdə ki, bu artıq o insanların yol tutduğu ulduzlar deyil, artıq onları heyvan kəsməkdən əl çəkirlər. Və sarabahul cünə fəsəmil Qur'anə. Allah Teala bundan sonra elədir ki, onlar Qur'anı dinləyirlər. Cinlər Qur'anı dinləyirlər. Fələmmə hadaru qalu ansitu. Yəni onlar Qur'an oxunan bir yere çatdıqda bir-birinə deyirlər sakit olun. Artıq burada başqa bir hadisə var. Başqa bir əhvalat var. Bizim əvvəl şahid olmadığımız və yaxud da eşitmədiyimiz bir hadisə baş verib. O da Qur'andır. Eşidən kimi Qur'anı dinləyirlər. Bəzi insanlar bizlər məsələn Qur'an eşitsə dinləmirik də. Məsələn, amma ki cinlər fərz elə hansı ki onlar oğruluq edirlər. İnsanları, kahinlərə söz çatdırırlar ki, onlar fərz elə ilk Qur'an dinlədik, eşitdikdə biz onları iman gətirdik deyirlər. Gəldi ki İntalaqatu şeyatun ilə iblisi fə əxbaruhu. Bundan sonra iblislər
şeytanlar iblislərinə qayıdır. İblis də şeytanlar əskərlər, iblis də komandirdir, belə deyək. Şeytanlar iblisə qayıtıb deyirlər, bu xəbəri çatdırdıqda qal hada hadasa hadathun fil ard. Artıq yer üzərində yeni bir hadisə baş vermişdir. Fa'atun min kulli ardin bi turbatin. Fa'atu bi turbatin tihama. Faqal ha hunal hadas. Deyir ki, yer üzərində dedi ki, mənə hər bir bölgədən yer üzərində yerlərdə mənə torpaq gətir. Həmçinin o dediyim hansı ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm orada sübh namazı qılırdı. Tihame deyən yerdə. Oradan gətirdikdə, həmən ki torpağı şeytana verildikdə, deyir ki, o hadisə artıq burada baş vermişdir. Aydın o torpağı oradan o bilir. Ravahul Beyhaqi vel Hakim an Ata ibn Saib. Başqa bir rivayət. Və thəbətə fi sahih fil hadis an İbn Abbas radiyallahu anhu qal. Başqa bir rivayət. İbn Abbasdan gəlir ki, kana Rasulullah sallallahu aleyhi və səlləm cələsən fi nəfr min ashabihim min el-ansar. Fərumu bin necmi azimin fəstənara fəqalə. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləm günlərin bir günü öz sahabələ yoxdur, insanlardan bir kimsələrlə bərabər oturmuşu gecə qaranlığında. Yandırıb bir süzüb getməkdə olan bir yanar ocaq gördü göydə. Yəni ulduz qayması, sürüşməsi gördü. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bilirdi ki, bu cahiliyə dönəmində bunu nə ilə əlaqələndirirdilər. Aydın, burada Peyğəmbərimiz dərs keçdi. Həm o ashabına, həm də ki, ta qiyamət günə qədər olan bizlərə. Mə kuntum təqulun idəkələn bizlə hədəfil cahiliyyə. Deyin görüm, siz cahiliyə dönəmində belə bir şeylə rastlaşdıqda onu nə ilə adlandırırdınız? Nə ilə əlaqələndirirdiniz? Qalə kunə nəqulu, biz deyərdik ki, böyük bir kimsə dünyaya gəldi və yaxud da ki, böyük bir kimsə dünyadan köçdü. Qala Ma'mar qultu liz-Zuhri akana yurma biha fil cahiliyyə. Bunu ravilər deyir ki, Zuhriyə deyir ki, Ma'mar Zuhri deyir ki, bu da tərcümə edir ki, bu cahiliyə dövründə bu da var idi mi? Yəni İslamdan öncə bu da var idi mi? Qala bəli. Dedi ki, bəli. Velakin ghalizat hina bu'sa Nabi sallallahu əleyhi və səlləm, artıq peyğəmbər göndərildikdə artıq bu da şiddətləndi. Əvvəl 1-2 dənə var isə artıq 10 dənə, 100 dənə olmağa başladı. Fa innehu la yurma biha, peyğəmbərimiz deyir ki, bu kiminsə nə kiminsə ölməsi, nə də ki kiminsə dünyaya gəlməsi ilə, doğulması ilə deyir, heç bir əlaqəsi yoxdur. Velakin Rabbuna təbarək ismuhu izə qada əmran səbbə həmlətil arş. Lakin Rəbbimiz bir şeyə hökm vermək istədikdə əmran səbbə həmlətil arş. Ərşi daşıyanlar Rəbbini təsbih edərlər. Thumma səbə əhlis səməlləzi yəlunəhum. Ondan sonra gələn yer səması, yəni ərşdən sonra gələn səma üzərində olan mələklər Rəbbini təsbih edərlər. Hətta yəbluğa təsbihə hədəs səməid dünya. Hatta deyir ki, bu təsbih yer üzünün səmasına qədər çatardı. Thumma yestəxbiru əhlis səməlləzine yəluna həmlətil arş. Bundan sonra yəni ərşin altında olan mələklərə nə baş verirsə onlar danışılardı. Fəyəqulləzi yəluna həmlətil arş. Mədə qalə Rabbukum? Yəni ərşi daşıyan mələklərdən sonra gələnlər altdakilər, yuxarıdakilərlə ki, nə baş vermişdir? Mədə qalə Rabbukum? Rəbbiniz nə danışdı? Fəyuxbirunəhum və onlara Rəbbinin vəhy etdiyini, danışığını onlara xəbər verərdilər mələklərə. Fəyuxbir əhli kulli səmə istəmə və hər təbəqədə olan, hər səmada olan mələklər öz altdakilər belə-belə bir-birinə xəbər verərdilər. Hətta yəntə xəbər ilə hədihi səmə. Hətta bu xəbər yerə yaxın olan səmaya qədər gəlib çatardı. Və yaxtuful cinnə səm'ə fəyərmunə. Və bu cinlər də, şeytanlar da bu bizə yaxın olan səmada həmən ki xəbərləri dinləmək üçün qalxdıqda onlar artıq o yandırıb yaxın alovlar onları qarşılayardı. Fəmə cəu bihi alə vəcin fəhuvə haqq və lakin yəqulunə fihi və yezidun. Onların haqq gəldikləri, yəni haqla gətirdikləri haqq olardı, lakin əlavə etdikləri isə bunlar batil olardı. Bir əlavə var ki, bunu müstədrək bir əlavələr var ki, An Əbu Hureyre radiyallahu anhu ənə Nəbiyyə sallallahu aleyhi və səlləmə qalə, Əbu Hureyre'dən gələn rəvayəti Allah Nəbisi sallallahu aleyhi və səlləm deyir ki, İdə qadallahu'l əmr fis-səmə darabatil mələikətü bi əcnəhətilə xud'anan li qavlihi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah Taala bir şey hökm verdikdə səma, yəni mələklər yəni zəlil olaraq da, yəni buna tabeçilikdən qanadlarını yerə sərərdilər. Kəənnəhu səlsilətə alə saffanın
yenfuduhu zalika. Yəni burada hətta bu Allah Taala'nın xəbər verməsi hətta deyir sərt qayaların üzərindən keçən zincirlərin biz çıxartdığı səslər kimi bir səslər çıxardı. Və bundan sonra bu həmin ki bu səslər bu vəhiy mələklərə qorxu verərdi, qorxuya salardı. Allah Teala ki İza fuzzi'a an qulubihim qala mada qala rabbukum. Onlardakı o qorxu götürüldükdə, qaldırıldıqda deyirlər ki Rəbbimiz nə söylədi? Qala'l haqq. Mələklər deyir ki Rəbbimiz haqq söylədi. O ucadır, böyükdür. Feyesma'uha mustariq. Və onlar da oğlun qulaq asan şeytanlar da o mələklərdən eşidənləri, yəni eşidərlər, dinləyərlər. Bir-birinin üzərinə yığılaraqdan həmin ki cinlər və yaxud da şeytanlar o mələklərin söylədiklərini eşidir. Bunu da vazafa Sufyan da bunu həmin ki o mələklərin bir-birinə cinlərin mələklərin sözünə qulaq asmasını üstə yığılmaq deyir ki, belə əlini belə tutur. Deyir ki, sanki belə əlində barmaqlarını aralır. Sanki belə bir-birinin üzərinə yığılar ta ki kim nəsə eşidər deyə belə bir vəsf edir ki, bu hal üzərə onlar orada göy səmasına doğru yüksələrlər. Sonra onlar, şeytanlar və yaxud da ki cinlər mələklərdən dinlədiklərini sonra götürüb öz sehirbazlarına və yaxud da öz kahinlərin dillərinə və yaxud dillərinə qoyardılar ki, onları danışsınlar. Fərubum ədəkə şihab el-mustami qablə ən yulqiyhə ilə sahibihə feyuxraq. Əgərdir ki, bəzəndir ki, o, həmin ki cin və yaxud da şeytan götürdüyü xəbəri sahibinə aparmazdan öncə həmin ki o atılmış, yanıb yaxan alovlu daşlara rast gələr, yanar və yaxud da ki rast gəlməz, aparıb bir haqqı üzərinə 100 haqq olaraqdan öz kahinlərini və öz sehirbazlarının dillərinə qoyardı. وَرُبْمَ أَلْقَى قَبْلَ أَنْ يُدْرَكْ فَيَكَذِبْ مَعْ هَمِّيَةِ كَذِبَ Və onunla ki bərabər 100 yalan danışıb onu aldada. فَيُقَالَ أَلَيْسَ قَدْ قَالِ لِنَا يَوْمَ كَذَا وَكَذَا قَدَرْ كَذَا فَيُصَدَّقْ بِتِلْكِ كَلِمَةِ Əlləti səmə minəs-səmə. Hani bu bir eşitdiyi sözün üzərinə deyir 10 dənə əlavə edib və yaxud da 100 dənə əlavə edib insanlara danışar. Başqa bir rivayət əxrəcəhu Buxari an Ayşə radiyallahu anha qalet. Səələn unasun Rasulullah sallallahu alayhi və anil-kuhan fəqalə ləhum Rasulullah sallallahu alayhi və səlləm leysu bi şey. Deyir ki peyğəmbərimizdən insanlar kahinlər barəsində soruşurlar. Nəyə görə soruşurlar? Görürlər ki bu kahinlər düz doğru. Nəsə 100 sözdən birisi doğru olur. Bu barədə Peyğəmbərimizin soruşur, ya Resulallah, kahinlər barəsində nə deyirsən? Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, onlar heç nədir. Onlar danışanlar yalandır, boş söhbətdir. İnsanlarda azca bir şübhə qalır ki, bəzən doğru danışırlar da. Lakin onların o bəzən doğru danışması bildikdə kimlərdən eşitməsi idi. Qal ya Resulallah fə innəhum yuhaddisun əhyənən bi şeyin yekunu haqqan. Və həmçinin davam edir ki, sahabələr, ya Resulallah, onlar bəzən elə şeylər danışırlar ki, onlar haqq olur. Qala Rasulullah sallallahu aleyhi və səlləm tilkəl kəlimə minəl haqqı yəhfadəhəl cinnu. Bu, haqq tərəfindən dinlənilmiş, eşidilmiş cinin sözüydü. Yəni, haqq tərəfindən dinlənmiş cinin gətirilmiş olduğu saat söylədiyi bir sözdür. Fəyəqurruha fi uzun vəlihi dərrəddəcəl. Yəni, toyğun deyir, quruldaması kimi onu deyir, öz vəlisinə və öz kahinə, öz sehirbazın qulağına onu danışardı. Fəyəxtəlituna fiyhə əktər mi'əti kədibə. Və bununla bərabər, bir haqq sözlə bərabər 100'ə yaxın yalan əlavə edib insanların başlarını qarışdırardı. Əğrəcəhu Şeyxan indəhəl müstədrək. Bununla mövzu sona çatdı. Allah Teala bizləri eşidib, faydalardan etsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə əlihi və sahbihi və səlləm.